Deməli, növbəti hərəkət məsləhətdir, beləsi bir jqut alasınız. Yəni bu jqut kimdə olacaqsa, bundan sonraki videolarımızda bir çox xəstəliklərə uyğun, kürək ağrılarına, bel ağrılarına, qulunc problemi olanlar üçün, diz problemləri olanlar üçün bu jqutla çox müxtəlif hərəkətlər var və çox xeyirli hərəkətlər var. Məsləhət hamı bundan alsın. Ancaq bundan yoxdursa, onun da əvvəl olunmasını sizə göstərəcəm. Məsələn, bu hərəkətdən sonra ən xeyirli hərəkətlərdən biri bu hərəkətdir. Jqutu qoydunuz bu şəkildə, boynunuzu düz saxlayırsınız. Və əllərinizi bacardığınız qədər dartırsınız, amma başınızı qabağa eləmirsiniz. Və sonra bir də buraxırsınız. Sonra bir də təzyiq verirsiniz. Buraxırsınız. Amma boyun qabağa getmir. Boyun yenə də düz olaraq qalır. Və bu şəkildə boynu gücə salırsınız və boşaldırsınız. Və sonra bundan sonraki hərəkətdə yenə bir dəqiqə fasilə verəndən sonra yenə də həmən bu hərəkətdir, sadəcə statiki hərəkətdir. Dartıb saxlamaq hərəkətidir yəni. Dartdıq və bu şəkildə bir dəqiqə bu şəkildə saxladıq. Özünüz hiss edəcəksiniz ki, bu hərəkətlərdən sonra artıq elə biləcəksiniz ki, əzələ özü-özünə başınızı arxaya dartır. Yəni bunu bir neçə dəfələrdə hiss edəcəksiniz inşallah. Növbəti hərəkət yenə də əllə yerinə yetirə biləcəyimiz hərəkətdir. Onu da necə yerinə yetiririk? Baxın, tutduq başımızın bir tərəfindən əlimizi tam yan tərəfə. Bədənimizi düz saxlayırıq, başımızı da düz saxlayırıq. Və baxın, əllə dartırıq sağ tərəfə, tutalım ki. Sonra başımızla sola qaytarırıq. Nisbətən biraz təzyiq əlimizlə başımıza elə bir ki, maneə törədirik. Biraz gərginlik verdik ki, baş çətin qalsın əks tərəfə. Yəni çox sərt də eləmirik. Yumuşaq, biraz gərginlik veririz, kifayətdir. Və bu hərəkətdə bütün bu hissədəki əzəlləri, boyun əzəllərinin hamısını işə salır. Və sözsüz ki, fəqərələrdə olan hamısı, bütün əzəllərdə hamısı orada birləşir və onlar da işlədikcə o protuziyanın, yırtığın da müalicəsinə çox böyük fayda verir. Sonra həmən hərəkəti əks tərəfə də edirsiniz bu qaydada. Bunu da yenə hər hərəkəti 10-15 dəfə elədiniz.